Salam, hər vaxtınız xeyir. Həm asan, həm dadlı, həm də ətirli, limonlu çatlaq qurabiyə resepti paylaşıram. Bir ədəd limonun qabığını sütkəcin balaca tərəfindən keçirdirəm. Limonun qabığını sütkəcdən keçirdən zaman diqqət etmək lazımdır ki, yalnız sarı olan hissəni sütkəcdən keçirdək. Ağ olan hissəsi acılıq verir. Limon qabığının üzərinə 1 stəkan şəkər tozu əlavə edib əlimlə əzirəm ki, limonun daha gözəl ətri çıxsın. Üzərinə çay qaşığının 1/4 sarı kök əlavə edirəm. Bu da rəng üçündür. Kim istəməsə əlavə etməsin. Üzərinə 2 ədəd yumurta və qabartma tozu əlavə edib yaxşı qarışdırıram ki, yumurta yaxşı qarışıb rəngi ağarsın. Yumurtanı da qarışdırdıqdan sonra 1 ədəd limonun suyu, istəyə görə 2 limon suyu da əlavə etmək olar. Stəkanın yarısından bitki yağı əlavə edib yenə də qarışdırıram. Sonunda unu əlavə elədim. Unu hissə-hissə əlavə etmək lazımdır. Ümumilikdə 2 stəkan yarım un istifadə elədim. Öncə 2 stəkan unu əlavə edib qarışdırdım. Xəmir çox yumşaq olduğuna görə stəkanın yarısından yenə də un əlavə edib qarışdırıram. Xəmir yumşaq, ələ yapışan xəmir olmalıdır. Hazır olduqdan sonra üzərini bir klyokla örtüb 30-40 dəqiqə soyuducuda gözlətmək lazımdır. 40 dəqiqə keçdikdən sonra xəmiri soyuducudan götürdüm. Xəmir bərkiyib, çox da ələ yapışmır. Qaşıqla hissə-hissə götürüb şəkər kirşanının içərisinə əlavə edirəm. İstəyə görə balaca və ya böyük ölçülərdə hazırlamaq olar. Mən balaca mandarin ölçüsündə hazırladım. Əlimin içərisində yumrulayıb şəkər kirşanına batırıram. Şəkər kirşanını biraz bol etmək lazımdır ki, bişib çatlayan zaman daha da gözəl görsənsin. İstifadə elədiyim ərzaqlardan 34 ədəd qurabiyə alındı. Sobanı öncədən isitmişəm. 170 dərəcə sobada 15 dəqiqəyə bişdi. Sobalarda istiliklər fərqli olur. Hərə öz sobasına görə dərəcəni seçsə daha gözəl nəticə almaq olar. Dadlı, ləzzətli, ətirli qurabiyələr hazırdır. Yeyən hər kəsin bəyəndiyi bu gözəl qurabiyələrdən siz də hazırlayın. Bugünlük bu qədər. Gələn videolarda görüşənədək hələlik.